Dostlar, mənim bildiyiniz kimi boyamalarım var idi. Onların yarısını boyamışam. Bir hissəsini də video çəkməyərək qoymuşam. İndi bu boyamalardan hamısını boyamalıyıq. Özü də belə boyalarla. Prosto bunlar yaxılır. Ona görə əslində yaxılır deyəndə əlimizlə üstünə vuranda silinir. Ona görə də bunlar quruyur. Mən qoyuram rəngləyəndən sonra quruyur. Baxın, məsələn, qıranda çıxdı. Əlimizlə poza bilirik. Əli də yazmır. Yəni, uşaqlar üçün çox yaxşıdır. Əli də heç yazmır. O biri boyalarımla da boyayacağım. Prosto hələ boyamamışam. Baxın, qırağına çıxdıqca silirik. Sonra burada bir dənə yaşıl ot var. Birinci bunu göstərim, fok balığı. Böyle maviyə boyadım, heç görsənmir. Çox şəffafdır. İndi yaşıl. Bitdikcə arxasından çox atmaq olur. Bir çox da var, çox rahatlatıcıdır. İçini dolduram. Bunların bəlkə hamısını rəngləmədim. Bundan bir paska, bir şey də qalıb. Belə kağız işte sonra qurtarır. Bir dənə də rəngləyim. Bir dənə də rəngləyə bilərik. Yengeç, onda pəmbə. Rəngləyirik. İndi rəngləyək. Bundan sonra da şey yiyəcək. Qurtaracaq video. Çox rahatlatıcıdır, hələ qırmızı. Bu bir reklam videosu deyil. Boyama üçün demişdilər, serilər var. Bu da belə rəngli sırayla. Dostlar, sağ olun, rənglədim. Baxın, qırmızıya baxın. Çox rahatlatıcıdır. Sağ olun.